Novruz bayramı ilə bağlı daha bir məlumatımız var. Deməli, Novruzun sevincini bölüşmək məqsədi ilə 83 nömrəli məktəb liseydən Suverenliyimizin 3-cü baharı adlı bayram konserti təşkil olunub. Tədbirdə məktəbin şagirdləri hazırladıkları rəqs və musiqi nömrələri ilə çıxış edərək Novruz əhval-ruhiyyəsini səhnəyə daşıyıblar. Konsert proqramında şagirdlərin ifasında müxtəlif milli rəqslər təqdim edilib. Şagirdlərimizin bir-birindən maraqlı çıxışları əlbəttə ki, bizim hər birimizi sevindirir. Məhz onlar xalqımızın milli mənəvi dəyərlərini gələcək nəsillərə ötürəcək, vətənini layiqincə sevəcək vətəndaşlar kimi məktəblərdə formalaşdırılır. Bugünkü tədbir baharın gəlişi ilə bağlı idi. Novruzla yaxınlaşdığı üçün Novruzla baharın gəlişini birləşdirmək istədik. Ona görə də belə bir tədbir yaratdıq. Konsert çox maraqlı oldu. Müxtəlif mahnılar oxuduq, rəqslər elədik. Mən bu konsertdə aparıcı kimi çıxış elədim. Wide konsert, Bəhruzda ifa etdiyimiz kompozisiya çox bəyənildi hamı tərəfindən.